Söyüş necə yarandı? Bilmirəm, kimsə bu haqda nə vaxtsa düşünüb ya düşünməyib, amma mən elə şeyləri düşünürəm, araşdırıram və öyrənib bildiklərimi də sizlərlə bölüşdürməyə çalışıram. Diqqət yetirək, söyüş necə yarandı? Söyüşün yaranması bir anda olmadı. Bu insan psixologiyası, cəmiyyət, üstəgəl dilin təkamülü ilə bağlıdır. Qısa, amma dərin bir izah edək. İlkin insan və emosional boşalma. İlk insanlar danışıqdan əvvəl səs, üstəgəl jestlə reaksiya verirdilər. Ağrı, qorxu, qəzəb, təhdid, bu anlarda beyin filtrsiz səs çıxarırdı. Bu söyüşün kökünün başlanğıcıydı. Yəni beyin səsi filtrləmədən çıxarırdı, filtrləmədən. Emosiyanın ani boşalması. Bu səbəbdən söyüş çox vaxt yüksək səslə, sərt emosiyayla ani çıxır. Tabu yaranır, yəni qadağalar. Söyüş güclənir. Cəmiyyət formalaşdıqca bəzi mövzular qadağan, yəni tabu oldu. Məsələn, cinsəllik, ana, nəsil, bədən ifrazatları, müqəddəs anlayışlar. İnsan beyni belə işləyir. Qadağan edilən söz daha güclü təsirə səbəb olur. Təsir qazanır. Ona görə söyüşlər əsasən tabu sahələrində, yəni qadağan olunan sahələrdə yaranır. Söyüş bərabərdir sosial silah. Söyüş təkcə emosional boşalma deyil, həm də alçatma, status hücumu, psixoloji üstünlük, xüsusilə anaya söyüş, nəsli kökü hədəf alır. Kişiliyə söyüş, sosial gücü sındırır anlamına gəlir. Yəni söyüş bir növ şifahi zərbədir. Beyin elə düşünür. Maraqlı elmi fakt. Beynin emosional mərkəzi amigdala söyüş zamanı daha aktiv olur. Yəni heyvani beynimiz, simpatik sinir sistemi. Ona görə söyüş avtomatik çıxır. Bəzən insan özünə belə nə dediyini sonradan anlayır. Normal danışa bilmir. Amma söyüşü problemsiz deyil. Bu da göstərir ki, söyüş dilin dərin, qədim qatlarında yerləşir. Yəni bilirsiniz də bizim şuurlu davranışımız var, bir də şuursuz davranışımız var. Mən burada danışıram orada və barmağımı belə-belə eləyirsə, bu şuursuzdur, şuurdan kənardır. Bunu artıq şuuraltı eləyir. Və yaxud mən elədiyimin fərqindəyəmsə buna şuurlu davranış deyilir. Fərqində olmadan eləyirəmsə buna şuursuz davranış deyilir. Yəni o heyvani beynin, simpatik sinir sisteminin əmri altında. Həmçinin mən burada normal danışıram. Qəflətən biri mənə smiley atır və mən ona söyüş söyürəmsə o artıq heyvani beynin, yəni simpatik sinir sistemi. Çünki şuurdan kənar, ani, nəzarətdən kənar ifadə olunur bu baxımdan. Niyə hər dildə söyüş var? Çünki emosiyalar universaldır. Tabu hər cəmiyyətdə var, qadağalar yəni. Beyin eyni işləyir, sadəcə mövzular dəyişir. Şərqdə ana, nəsil, qərbdə cinsəllik, bədən, dində müqəddəs anlayışlar, qısa yekun söyüş mədəniyyətsizlikdən əvvəl instinktir. Yəni heyvani beynin məhsuludur. Mədəniyyət onu nəzarət altına almağa çalışır. Qısa yekun söyüş mədəniyyətsizlikdən əvvəl instinktir. Mədəniyyət söyüşü nəzarətə almağa çalışır. Söyüş şuura yox, ağla yox, insanlığa yox, ən çox heyvani beynin məhsuludur, yəni instinktiv beynin məhsuludur. Yəni söyüş söyənlər, ən çox söyüş söyənlər heyvan tərəfi ilə yaşayanlardır. Yəni o hansı ki, yenə deyirəm, onu biz idarə eləyə bilmirik, anidən sıxırır, çıxır oradan belə, hürür it kimi, qayıdır girir içəri. Şuurlu insan, ağıllı insan ümumiyyətlə belə problemlərə düşmür, çalışır ki, düşməsin, özünü qorusun və o ifadələrdən də az istifadə eləsin. Belə, bu da söyüşün keçdiyi təkamül.